Danış görüm nə olub, nə məsələ? Arvad 5 quşunu götürüb çıxıb gedib evdən. Anın var, əmlərin var. Onlar niyə gedib barışdırmırlar ki? Bütün qovm əqrabam nəsil məndən üz döndərdi. Heç kimdən boş yerə səbəbsiz üz döndərməz. Mən biraz yeyib içən adamam, ova görə. Xahiş edirəm, nə qarsa elə bir də yoldaşım barışığa razı saldı. Ürəyim partlayar, mən onsuz. Mən Sabirlə danışdım, apardım dədəsinin də qəbrindən düşdü. Dədəsinin qəbrinə ocağını dikib. Anasının canından düşdü. O qədər anasının canından dikir ki. Axırda qaynatasının canından düşdü. O hər gün atamın söyrəyində canından dikir. Bax, qızı gətirirəm, amma bir şey olsa, səninlə yapışır. Hədi yaxşı da, narahat olma. Əsas bunlar bir-birini başa düşsünlər. Da bundan sonra arvadından bərk yapış. Barışın, biz də yavaş-yavaş yığışaq gedək kəndimizə. Sən həqiqətən yaxşı atasan. Sən bir daha sübut elədin ki, o dostluğunla, o qohumcanlığınla o Sabirin ailəsi dağılmadı. Ailə məhəbbətlə, ilmə-ilmə toxunmuş köynək kimidir. Nifrətlə, dava ilə onun bir ucundan söksün, o elə sökülə-sökülə də gedəcək. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar. Qardaşlar Mebel, Roska halal məhsulları. Sponsorlar Bomba Beloçka tumları, Previta vitamin kompleksi, Permalit boyaları, Agromol kilo bazarı, Lodi uşaq bezləri. Kənd havası. Bu şənbədən etibarən yeni vaxtda 20:00-da.